Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. İmam Baqir əleyhissalam belə buyurmuşdur. Həqiqətən bəndə günah etdiyi zaman ruzisi alınar. Salamlayırıq əziz dəyərli izləyiciləri. Allahın izni ilə meyyitə aid olan məsələlər yekunlaşır. Cənazə namazının qılınma qaydasını izah eləyəcəyik, vəhşət namazı və qəbrin açılmasının icazəli olduğu yerləri diqqətinizə çatdıracağıq. Birinci başlayaq Allahın izni ilə cənazə namazının qılınma qaydasından. Çox yerdə imam cəmaət qılır, biz o həmin imam cəmaətin hökmünü dedik, amma bir kəs özü qılmaq istəyir və yaxud da tələbədir, öyrənmək istəyir. Cənazə namazına əvvəlki dərslərdə baxa bilər ki, orada duran imamın, yəni qarşıda namaz qılanın hökmləri necədir. O hökmlərə əməl etdikdən sonra insan cənazə namazı qılır və qılınma qaydası 5 dənə təkbirdən ibarətdir. Əvvəlcə niyyət edilir ki, hazır ki, meyyitə cənazə namazı qılıram, qurbətən ilallah. Daha sonra birinci təkbir deyilir. Allahu Əkbər. Təkbirdən sonra şəhadətlər gətirilir. Əşhədu ən la ilahə illallah və ənnə Muhammədən Rasulullah. Birinci təkbir idi, ikinci təkbir. Allahu Əkbər. Salavat deyilir. Allahummə salli ala Muhammedin və ali Muhammed. Daha sonra üçüncü təkbir deyilir. Allahu Əkbər. Allahummə xfir lil mu'mininə vəl mu'minət. Daha sonra dördüncü təkbir deyilir. Allahu Əkbər. Allahummə xfir li həzəl məyyit. Burada isə həmin o meyyitin bağışlanması üçün duadır dördüncü təkbirdə. Əgər meyyit qadındırsa, deyəcəyik Allahummə xfir li həzihil meyyit. Birində həzəl meyyitdir, birində həzihil meyyitdir. Bu şəkildə qadın kişi cinsinə görə fərq eləyər. Ondan sonra da dördüncü təkbirdən sonra bu sözü dedik, axırda da Allahu Əkbər deyəcəyik, beşinci təkbir və namaz tamam olacaq. Qeyd elədik ki, bu dediyimiz təkbirlərin içində sözlər var. Bu, namazın vacibat hissəsidir. Yəni, vacib hansı sözlər deyilməlidir, onlardır. Amma görərsiniz ki, bir kəs namazı, cənazə namazını çox uzun qılır. Bəli, qıla bilər. Şəriət kitablarında o xüsusi dualar ki var. Birinci təkbirdə o şəhadəti deyəndən sonra xüsusi dua var. İkinci təkbir, üçüncü təkbir bu şəkildə. O duaları da oxuya bilər. Amma vacibat hissələri bunlar idi, diqqətinizə çatdırdıq. Keçirik ikinci hissəyə, vəhşət namazı. Vəhşət namazı nədir və qılınma qaydasına? Vəhşət namazı o namaza deyərlər ki, meyyit, yəni ölü kəs, qəbrə qoyulduğu birinci gecə qılınan namaza deyirlər, vəhşət namazı. O vəhşət namazını hər bir kəs qıla bilər, istər qadın olsun, istər kişi. Qılınma qaydası da belədir ki, meyyit qəbrə qoyulubdur, gecədir və birinci gecə qılınır. Meyyitin qəbrə qoyulduğu ilk gecə hansı vaxt istəsək qıla bilərik. Amma şəriət kitablarında qeyd olunur ki, işa namazından sonra vəhşət namazını qılmaq bəyəniləndir. 2 rükət namazdır. Birinci rükətdə Həmd surəsi oxunur, Həmd surəsindən sonra isə bir dəfə Ayətəl Kürsü oxunur. Qeyd eləyək ki, Ayətəl Kürsü dedikdə biri var və huvəl aliyyul azimə qədər və biri də var ki, hum fihə xaliduna qədər. Qeyd olunur ki, Ayətəl Kürsü, yəni o 3 ayə bir yerdə, hum fihə xaliduna qədər oxunur. Həmd surəsindən sonra Ayətəl Kürsü oxundu. Birinci rükət tamam olur, ruku və səcdə edilir, qalxırıq ikinci rükətə. İkinci rükətdə də yenə Həmd surəsi oxunur və Həmd surəsindən sonra 10 dəfə Qədr surəsi oxunur. İnnə ənzəlnəhu fi leylətil qadr. Bu şəkildə başlayır və 10 dəfə bunu da oxuduq. Yenə ruku, səcdələr, sonra təşəhhüd və salamları deyib qutardıqdan sonra salavat zikr eləyirik bir dənə. Allahummə salli ala Muhammedin və ali Muhammed. Orada yazır ki, ərəbcə və ba'əs səvabəhə ilə qabri fulan. Yəni, ilahi, bunun savabını hədiyyə eləyirəm filan kəsə. Elə onu biz öz dilimizdə də deyə bilərik ki, savabını hədiyyə elədim, filan kəsin yerinə də o adamın adını deyəcəyik. Məsələn, Əli oğlu Məhəmmədə hədiyyə etdim. Yəni, həmin o kimə ki qılırıq vəhşət namazı, o insan üçün qılınır
və qəbrə qoyulduğu birinci gecə qılınır. Həmçinin bu əməl nə əməldir? Müstəhəb, yəni bəyənilən əməldir, vacibat deyil. Əgər meyyiti hər hansısa bir səbəblərdən ötəri gec dəfn eləsələr və dəfninin vaxtı uzansa, onda da biz gözləyəcəyik, meyyitin qəbrə qoyulduğu həmin o ilk gecə qılacağıq fəhşət namazını. Üçüncü hissəyə keçirik. Qəbrin açılması haqqında hökmlər. Əvvəlcədən qeyd eləyək ki, müsəlman bir kəsin qəbrini açmaq haramdır. İstər o insan ağıllı insan olsun və yaxud da istər dəli olsun, uşaq olsun, fərq eləməz. Amma indi qeyd eləyəcəyimiz bir neçə dənə yer var ki, onlar istisnalardır ki, həmin vaxtı qəbri açmaq icazəlidir. Birincisi odur ki, meyyitin dəfn olunmasından o qədər vaxt keçibdir ki, artıq bilirik o qəbirdə o meyyit tamam çürüyüb və sümükləri torpağa qarışıb. Bu vaxtı açmağın heç bir problemi yoxdur. Amma burada bir istisna var, onu da mütləq qeyd eləyək. İmamzadələr, yəni imamın övladları olsun, şəhidlər olsun, alimlər olsun və əməli salih möminlərin qəbrini hətta üstündən illər belə keçsə açmaq icazəli deyil. Daha sonra meyyit qəsb olunmuş bir yerdə dəfn olunsa, kiminsə ərazisidir və meyyiti ora dəfn eləyiblər. Sahibi də orada dəfn olunmasına icazə verməyib. Həmin o yerdə sahibinin icazəsi olmadığı üçün o qəbir açılmalıdır. Kəfən və yaxud da ki, meyyitlə dəfn olunan əşya qəsb olsa, onun da sahibi orada qalmasına, yəni qəbirdə qalmasına icazə verməsə. Bir dənə misal verək. Varislərdən birinə çatacaq mal meyyitlə bir yerdə qəbrə bastırılıbdır. Və o varis də icazə vermir ki, o mənim malımdır və onun orada dəfn olunmasını istəmirəm. O zaman qəbir açılmalı və həmin o əşya oradan götürülməlidir. Amma burada bir istisna var ki, əgər o cüzi miqdarda olan bir əşya olsa, bu zaman meyyitin qəbrini açmaq icazəli deyil. Hətta varislər razı olsa belə ki, həmin o əşya meyyitlə bir yerdə qəbrə dəfn olunsun. O əşya orada qalması israfdırsa, yenə də meyyitin qəbri açılmalı və o əşya oradan götürülməlidir. Amma meyyit məsələn vəsiyyət eləyibdir ki, mənimlə bir üzüyümü dəfn eləyərsiniz. O üzüyün əgər maliyyəsi mirasın 1/3-dən çox deyilsə, o zaman qəbri açmaq olmaz. Digər bir hala keçirik. Meyyit ona hörmətsizlik olan yerdə dəfn olunubsa, yenə də o qəbri açmalıyıq. Məsələn, zibillikdə dəfn olunub və yaxud da kafirlər qəbirstanlığında dəfn olunub. 5-ci hal, əhəmiyyəti meyyitin qəbrini açmaqdan daha üstün olan bir dini vəzifəni yerinə yetirmək lazım gəlsə, onda da qəbir açılmalıdır. Məsələn, bir ana dəfn olunubdur, amma bətnində olduğu körpə hələ sağdır. Bu zaman mütləq qəbir açılmalıdır. Və yaxud da meyyitin üzərində elə bir izlər var və yaxud da elə bir dəlillər var ki, o bir iş üçün sübutdur. O zaman da qəbir açılmalıdır. 6-cı hal budur ki, vəhşi heyvanların və yaxud da düşmənin meyyitin qəbrinə hücum etmək qorxusu olsa, bu zaman da meyyiti oradan çıxartmaq üçün qəbrini açmaq olar. Meyyitin bədəninin bir hissəsi onunla dəfn olunmayıbsa, bu zaman da o qəbri açıb, həmin o əzanı ora dəfn etməliyik. Amma ehtiyat vacib budur ki, həmin o hissə dəfn edildiyi zaman elə olsun ki, meyyitin bədəni görünməsin. Əgər bir kəsi vəsiyyətinə əməl etməyib başqa yerdə bastırsalar, o zaman o insanı yenidən vəsiyyətinə əməl etdiyi yerdə bastırmaq üçün qəbri açmaq icazəli deyil. Meyyitə aid olan məsələləri qeyd elədik. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.